Herkese salam. Kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı Arzuda xərçəng aşkarlandığı qeyd olunub. Bu barədə canlı yayımda söhbət açıb həmin anları sizlərə təqdim edirik. Xərçəkdir də, şöyle ölçüdür. Yazıq, cavan da insan neynəsin? Ətər olsun, cavan, yaşlı olsun, Allah heç kəsə nəsib eləməsin, Allah səni də şərt olsun. Hə, bax, ağrından da yüngülənlə. O nə deyil? Vay dedəm, vay. Yaxşı ki, yoxlatdırmırsan, özüm bilim, yoxsa bilmərsən. Korona. Allah özü kim olsun, valla. Biz ne diyebiliriz? Onu da deyir Allah kömək olsun. Malzesi var. Yok, yüngülün malzesi var da. Bununla var. Müalicənim deyim ki, bir dəfə müəllim elədi, tutardı və ondan sonra daima müalicə lazımdır. Verişdə açıq aydındır, daima müalicə lazımdır. Müalicə olsa əliyib gedəcək, müalicə olmasa savsim təbii ki olar. İnsanlar kömək eləyər də, nə eləmir ki? Allah özü, Tembolda xəstəsən bütün dünya bilir. Vallahi söyüşdən başqa mən heç nə eşitmirəm burada. Yox, bugünkü gündə sən yalandan durub deseydin ki, həqiqətən mən xəstəyəm, inanmacaq. Ancaq bütün dünya həkim bunu deyir. Həkim yalandan deyir. Əgər telefonun varsa, yaz bizimləsə, Natiq doktor Avcıya dediyi sözlər. Qoyublarsa, bax gör orada nədir? Bütün milyona, mən şoka düşdüm. Mən həkim deyir, həkim dilindən. Başa düşmürəm. Veriş qutardı. Dedim, ay doktor, nə demək istəyirdin? Sən açıq mənədir. Gördü, doktor orada dedi ki, Arzu bilmirdi heç nə. Demir, bugünkü günü tədir. Deməli, ximiyanla qadınlıqdan olmuşam da, xərçəng. Ondan sonra həm də əməliyyat olmuşam. Ona ki, oradan şeyi götürübdür, ximiyə götürübdür, yoxlanışa veriblər. Yoxlanışın nəticəsi 0 gəlibdir. Yaxşı cavab gəlməyib, ona görə də bunda açıqlandı. Ümumiyyətlə, qadınların çoxsunda belə şeylər çox baş verir. Yeməğiniz görməyiniz var, gətir görək. Ölümdən əllər, sən kimi məni qızcalaşdığınız üçün. Biraz yaxşı olacaq, öz-özünə təsəlli ver, öz-özünə təsəlli ver, yaxşı olacaq. Yağın ki, insanlar da ki, kim lazımdır? Xərçəkdə işləməz olur. Xərçək işləməz. Bugün deyilib. Onun erkəksi dişisi var da, elə deyirlər. Erkək dişisi olur. Da deməli, erkək dişi, dedi ki, müalicə lazım. Yəni, erkək dişi pisdir. Erkək olsa yayılmır. Kadın olsa yayılır, doğur. Mən onun erkəyi yaxşıdır. Qorxulu deyilsə, vəsə, kişi də onda. Həkim elə dedi, mənə qorxuludur. Dedim, müalicə ilə gedəcəm, amma kalan müalicə tökməlidir. Yox, mütləq olsa gedməlidir. Müalicəsiz şey olmaz ki. Aynen, sən dağın içində var. Temboli, mən kista bilirdim. Kistanı götürübdüm, əməliyyat olmuşam. Hayır, qorxam. Bugün də dedim ki, yaxşı xəbər verir mənə. Nə? Bədbəxt xəbərdən başqa. Xoş xəsiyyətli olsa, keçib gedəcək. Dedim, müalicə ilə keçib ki, güclü müalicə, axın müalicə. Dayandırmayam müalicəni. Bu gün elədim, sağalım demə. Daima müalicə getməlidirsən. Sağlana qədər elə olmalı da. Sağlana qədər elə olmalı. Harada indi deyək ki, müəllim sağ olsun, Allah canını sağ eləsin. İndi müəllim elədi. Bərdiyə geçim natır olacağım. Nə arayacağım, nə tər eləyəcəm? Ağır şeydir, Qətir surəsində götürmək. Qətir surəsində ayağını isti saxlayırsan.
Mən də burada rezil tapışqa genirəm. Mən Ən pis şeydir də, o şəkərdir, odur, ən pis şeydir. Adı onlarındır dana. ay, o zaman mən də burada dəstəkçilərimdən xahiş edirəm, kart qoyuram. Hələni, o satamda yazasınız ki, niyə gedib işləmirsən? Vallahi əməliyyatım pis yerdədir, yoxsa açıq göstərərəm. Ki, mən əməliyyat olmuşam, əməliyyatdan sonra bu gün də açıqlanma verildi. Ağzından gördüdür. Yo, müəllim üçün, müəllim hələ mikrofonda deyirdi arzu dişi, dedim dişçiyinə, mən donub qalmışım, şokdaydım mən. Mən özümdə deyildim, başa düşsən? Özümdə deyildim mən. Müəllim dedi ki, Allah balasını saxlasın. Müəllim dedi ki, hələ mikrofonda demə. Mənə belə deyil. Ona açıq aydın deyəndən sonra qulağına, açıq aydın deyəndən sonra 13 yaşından məndəydi o kesta. Məlum məsələdə olmalıydı da bu. Uşaq Seçim yolda. keçici olsa, yox. Bəs hansı da deyirlər, kimsənin stəkanında çay içməsin, nə? O nədir? Verəm. Verəm. O şey yaparır. Göbələk. Çoxlu pul lazımdır. Bəli, çoxlu pul lazımdır. Bugün elədir də malcı yığmaq üçün. İnşallah kimin də bizi tərəfdən köməkli eləməsə, keçsin kömək eləsin artıq. Nə ürəksən, insan da özü gözünün qabağındadır. Mən heç kəsə, başqa şeyə görə heç vaxt demərəm ki, geçsin, pul yığsın. Vallahi. Düzdür, o qədər xəstə insanlar var ki, deyəsiniz ki, niyə eminli bu? Prosto indi söhbət eləyir deyə dedim mən. Yəni, kimin ürəyindən keçərsə, gedib köməkli də eləyər. Şərt deyir ki, 1 manat atmarsın. Yəni, əsas insanlıq düz qəlbinizdən, ürəyinizdən keçərsin. Düşməlidir. Ən azından. Pensiya düzəl. Pensiya nətər düzəldir, may başına dönür. Xərcəyə pensiya düşür. Şeylidir, ala. Nəyə dərd eləmə? İndi maddi içində bəlkə də mən elə sevinirdim ki, dostlar, yeni deyəcək ki, mən gözlüyordum ana olmamağın söhbətini, mən gözlüyordum ondan. Amma mən xərçək deyərkən, mən şokda qaldım. Elə bir ki, dünyam yıxıldı da başıma. Düşür pensiya. Hala pensiya. Pensiya necə düşür? Valla düşürsə düzəldə bilərəm. Natiq doktorundan bir arayış falan alarım. Düzəldərəm pensiya. Sən ona maraqlan da, yenə düşər, yenə xeyirdir də. Belə bir götürərsən, olsa taktiki sən beləsin. Amin inşallah, amin. Allah heç kəsə nəsib eləməsin, belə biçməsin. Bugün kim istəyər ki, belə şeylər yaşasın? Vallahi mədə əməliyyatından yox. Nə mədə əməl? Mən 13 yaşımda kista var idi. 13 yaşımdan indi 34-35-in içindəyəm. Allah evi düşsün. Sən gözləyərdin ta 50 yaşında çıxardardın da. Yaman deyil olur. Valla. Bizim müsəlman elə də gedib öləndən sonra gedib həkimə çatır. Həkimə deyir ki, ölürdü mü? Öyle yok Mənim indi deyəcəklər gənə valideynim sizə. Valideynim olmalıydı ki, getmişəm həkimdən uzidən keçmiş 350 manatlıq resept yazmışdı. Nətər alın. Mən də hirsimdən cırdım onu. Bax gəldi axıra hara gəldi çıxdı. Və yaxşı buna pulun olacaq mənim dayanmadan müalicə eləməyə.
Deyir sonraçılıq, peşmançılıq fayda vermir. Eşitməmsən o? Orada azaltı şeydi. O bitirdi. Onun muratlarında. O zaman soruş yazardınız nə olub? Üç sənə xərçəydi. O zaman soruş semin sağlaması nedir yazır burada. O zaman soruş da seminil havası. Semil havası nədir? Cavan adamdır da, cavan adamdır. Kömək eləmək lazım ki, qop vəziyyətdən çıxsın. Müalicə olsun. O ki yazırdınız, donuzatçı ilə də yazırdınız, hamiləsən, qarnın şif, hamiləsən, hamilənin axırı gördüm hara gəldi çıxartdı. Hamilə dölüydüm, demək xərçəng demiş, xəbərim yoxmuş. Tərane Abdullayev, doluqlardan şey olur, doluqlardan xərçək olur, Allah eviz. Doluqdan şey olmur ki. Mən xərçəngə qarşı, mən nə yeməliyim ki, yeməyimə nə tər diqqət edeyim, nə yeməliyim? İndi olanlar bilir də, xərçək olanlar var deyib, burada nə qədər adamlar var, hamısı bilir də, onlar nə yeməyə. Çox şuma ki, yağlı yemək olmaz. Duzlu yağla, görəməm?